Avtomobil şampunu və qap şampunu. Bugün avtomobilin təkərlərini avtomobil şampunu və qap şampunu ilə yuyacağam. Təkərlərin vəziyyəti bu cürdür. Ən kirli təkəri avtomobil şampunu ilə yuyacağam. Ona nisbətən biraz təmiz təkəri qap şampunu ilə yuyacağam. Bu iki təkəri avtomobil şampunu ilə, o birisi tərəfi isə qap şampunu ilə yuyacağam. Yüngül bir su tutum. Düzdür, bunu günün altında eləmək düzgün deyil. Amma şərait imkan vermir. Məcbur nə qədər bacarıram kölgəlikdə eləyirəm. Avtomobil şampununun pH-ı 7'dir. Yəni aqressiv aşındırıcılığı yoxdur. Əllə yumaq üçündür. Su biraz problem oldu. Təzyiqi zəifdir. Növbəti mərhələdə nə edirik? Bunda avtomobil şampunu var. Bunu yaxalayıb təmizləyib qap şampunu ilə o birisi tərəfin təkərlərini yuyacağım. Müqayisə eləyəcəm, görüm hansında fərqlilik var. İndi qap şampununu əlavə edirəm. Biraz çox əlavə edirəm. Nəyə görə qap şampunu ilə avtomobil şampununu müqayisə etdim? Çünki avtomobil yuyarkən ən çox qap şampunundan istifadə olunur. Keyfiyyətli avtomobil şampunları qiymətləri baha olduğuna görə, həm də ki, qap şampunları yuduqdan sonra daha çox parlaqlıq verdiyinə görə çox sürücü avtomobil şampunu yox, qap şampununa üstünlük verir. Yuduqdan sonraki nəticəni izah edim sizə. Avtomobil şampunu ilə yuyulan disk daha parlaq oldu və təmiz bir parlaqlıq əmələ gəldi. Qap şampunu ilə yuyulan diskdə isə xüsusi bir parlaqlıq yarandı. Amma o parlaqlıq şəffaf bir parlaqlıq deyil. Sanki üzərində yağ təbəqəsi olan bir parlaqlıq yarandı.
Bunun səbəbi isə qap şampununa vurulan müəyyən yağlayıcılardır. Qap şampununa vurulan yağlayıcılarla avtomobil şampununa vurulan yağlayıcılar bir deyil. Ona görə də avtomobili qap şampunu ilə yuduğumuz zaman elə bilirik ki, avtomobil parıldayır. Amma bu parıltının altında avtomobil boyasına uyğun olmayan, ümumiyyətlə avtomobil detallarına uyğun olmayan yağlayıcıların parlaqlığı səbəb olur.